Akşamınız xeyir, əziz izləyicilər, hörmətli efirdən bu gözəl axşamı dinləyən insanlar. Yenə şənbə günü saat 8-i göstərir. Aruz TV'nin efirində Sevinçli Dəqiqələr proqramı başlayır. Bu sözü mən həmişə deyirəm, dəqiqələriniz, saatlarınız, günləriniz yox, bütün ömrünüz sevgi ilə, sevinçlə keçsin. Bu axşam Ayulduz İstirahət mərkəzində Sultanbud meşəsində gözəl ağaçların kölgəsində gözəl musiqiçilərimizlə sizlərin qonağıyıq. Hər birinizə xoş ovqat arzuluyoruz. Arzuluyoruz ki, baxdığınız verilişlərdən özünüz ləzzət alasınız. Bu axşam yenə biz gənclərimizlə, gələcəyin böyük sənətkarları ilə bir yerdəyik. Bugünkü qonaqlarımız Ülviyə xanım Qarabağımızın gözəl xanam mərasimlərinin aparıcılarından biri və qız balalarımızın ən çox arzuladığı xanımlardan biridir ki, mənim məclisimdə Ülviyə xanım olsun. Sənəti ilə hər kəsin qəlbində yer tapan, gözəl musiqilərlə hər kəsin qəlbini oxşayan Ayazxan müəllim, sizləri salamlayırıq. Bir gözəl musiqi ilə Ayazxan müəllim, qonaqlarımızı salamlayın. Benzerin vardır bana, ay kız senin gözlerinin, şöylesi düşüver yana, ay kız senin gözlerinin. Sevda dolu bakışı var, gönüllere nakışı var, sevinç keder yağışı var, ay kız senin gözlerinin. Benle mezrun adlanaydı, eşk adınla odlanaydı, şevkiyle moda yanaydım, ay kız senin gözlerin. Benle mezrun adlanaydım, eşk adınla odlanaydım, şevkiyle moda yanaydım, ay kız senin gözlerini. Hey, oğlan senin gözlerini. Sus. Benzeri vardır bana, ay kız senin gözlerinin, şeylesi düşüver yana, ay kız senin gözlerinin. Benzerin vardır bana, ay kız senin gözlerinin, şeylesi düşüver yana, ay kız senin gözlerinin. Sevda dolu bakışı var, gönüllere yakışı var, sevinç keder yağışı var, ay kız senin gözlerin. Ben de mezrun adlanaydım, eşk adınla odlanaydım, şevkiyle moda yanaydım, ay kız senin gözlerin. Benle mezrun adlanaydım, eşk adınla odlanaydım,
Simada yanaydım. Ay kız senin gözlerini, hey, ay kız senin gözlerini. Aysel Hanım çok sağ olun. Teşekkür ederiz. Gənclərimiz eşq olsun. Əslində mənim gənclərlə işləməyim daha rahatdır. Ona görə ki, onlar gələcəkdə bizlərdən nə öyrənməlidir. Allah hər birinə gələcəkdə bol-bol uğur və ruzu qismət eləsin. Ülvi xanım, xoş gördük sizi. Biz məclislərdə tez-tez qarşılaşırıq və bütün tamaşaçılardan üzr istəyirəm. Bizim özümüzün çəkiliş məkanımız, pavilyonumuz olmadığına görə kim bizi dəvət edir, onun məclis məkanından verilişdə çəkirik. Bugün də Ayıldız İstirahət Ailəvi Mərkəzinin rəhbəri Nazım qardaşımız bizi bura dəvət edib. Onun dəvəti ilə buradayıq. Yəni tamaşaçılardan üzr istəyirəm ki, biraz danışanda, eləyəndə hərəkət eləməyə yerimiz yoxdur. Ona görə də oturub danışırıq. Xına dədə baba adətidir. Və belə bir deyim də var ki, cənnətdən gələn bir müjdədir. Biz bilirik ki, qədim dövrlərdə bugünkü kimi təmtəraqlı nişan mərasimləri, nə bilim, parçalar, toylar olmurdu. Bu günləri dövr zaman dəyişib. Xına yaxmaq o deməkdir ki, bir xanımın alına, bir qızımızın, balamızın əlinə bir bəyin xınası yaxılırdısa, demək bu o deməkdir ki, bugündən bu gəncə aiddir. Bu məclislərə aparmaq sizə çətinlik gətirmir ki. Axşamınız xeyir olsun. Mən Arzu TV izləyicilərini salamlayıram. İlqar müəllim sizləri salamlayıram. Ayazxan müəllimi salamlayıram. Ayazxan müəllimin dəvət etdiyi bu gözəl gənc musiqiçilərimizi salamlayıram. Hər birinizə xoş gördük deyirəm. Eşq olsun deyirəm hər birinizə. Ayazxan müəllim hər biri seçmə. Hər biri savadlı musiqiçilərdir. İnanıram ki, bugün də onların sayəsində çox gözəl bir veriliş. Eşq Ulduz ansamblı. Nə gözəl. Bədii rəhbər Qoşqar müəllimi salamlayırıq bir daha. İlqar müəllim, sizin verdiyiniz suala qayıtmaq istəyirəm yenidən. Xına bəli, əvvəlki kimi gec-gec qeyd olunmur. Əvvəllər daha demək olar ki, tək-tək hallarda xına mərasimləri qeyd olunurdu. İndi maşallah olsun, xına yaxdı olmadan heç bir toylar qeyd olunmur. Xına indiki zamanda daha müasirləşib, daha irəli, daha tələbatlı bir mövzudur deyim ki. Qızlar daha tələb edir ki, xınamız mütləq qeyd olunsun. İndi daha təmtəraqlı şəkildə xınalarını qeyd edirlər. Çox gözəl xınalar da qeyd olunur. Onu da nəzərinizə çatdırım ki, Ağdamımızda artıq bizim xına evi yetərincə sevilib, yetərincə tanınır. Dəvət edən hər kəsə bir daha təşəkkürümü bildirirəm. Xına el adətidir. Ta ki bizə bu xına dədə-babalarımızdan qalmış bir yadigardır. Biz də o yadigarı qoruyuruq, saxlayırıq. Gənc nəsli ötürürük. Bütün qızlarımız əli xınalı getsin istəyirik yar ocağına. Qaynanamız da belə, oğlan evi özü də belə həvəslə hazırlaşır ki, əli xınalı gəlin gətirək ocağımıza. Dəvətiniz üçün təşəkkür edirəm bir daha. Verilişiniz xeyirli olsun, uğurlu olsun inşallah. İrəliyən dəqiqələrdə də istəyirəm ki, sizlər üçün, Arzu TV-nin izləyicilər üçün gözəl bir şeirlər səsləndirim inşallah. Xınaların əsas aparıcı xətti bayatılardır. Və bütün bayatıların hərəsinin kəlməsinin arxasında böyük bir əsər dayanır. Və bütün bayatılar istər xınalarda deyilən, istər başqa mərasimlərdə onlar hamısı tərbiyə edici və oyadıcıdırlar. Yəni bayatı deyəndə yadımıza düşür ki, buradan nəsə var. Elə bir sözlə deyə bilmədiyin bayatı ilə çatdırır. Sizdən bir-iki bayatı eşidək. Təbii ki, böyük məmnuniyyətlə mən səsləndirərəm. Elə istəyirəm ən gözəl, ən asılışda belə ürək dolu səsləndirdiyimiz bir bayatlardan səsləndirim. Çox gözəl də bir mənası var. Deyir, əzizim aydın olsun, ay çıxsın, aydın olsun. İki sevən gənc qovuşur, gözləriniz aydın olsun. Bu bir gözəl təbrikdir. Bayatı əsnasında təbrikdir əsasən. Bir də deyir ki, çıxdım aya baxmağa, qapıya qıfıl taxmağa. Bəyimiz xına göndərib gəlin əlinə yaxmağa. Necə gözəl sözlərdir İlqar müəllim. Razı qaldınız mı bayatlardan? Əlbəttə, bunlardan razı qalmamaq olmaz.
Ama bu bayatılarımızın deyilişinde bir güzelliği var. Sizin sesinizin ahengi de o bayatların çatdırılmasında büyük rol oynuyor. Ama benim bu xına aparıcılarına sen burada olmanın bir-iki məsləhətim var. Mesela Azerbaycan dilinde hakışta deyilen bir şey yoktur, söz yok. Yani mesela bak, bayatıdan bir cümle deyin, bir bayatı deyin. Deyir qızıl gülü dərərlər. Alqışda, Dərib yerə sərərlər. alqışda, Xoş o qızın halına, alqışda, sevdiyinə verələr. alqışda. Bak belə getməlidir sana. Alqışda. Alqışda. Bəli, alqışda söz olmalıdır orada. Yani bir-birinizi alqışlayırsan qarşıda duran insanlar. Bunu bugün sizdən öyrənmək mənim üçün böyük bir dərs oldu deyim Mən ki. də Mən əslində bunu bilmirdim heç demək olar ki. Mən də çalışıram ki, bildiklərimi özümlə götürüb aparmayayım. Ayşəm müəllim, bir gözəl musiqi sizdən gəlsin. Buyurun. Dizlerin üstüne koyun başımı, sen bana layla de, ben yatım ana. Dizlerin üstüne koyun başımı, sen bana layla de, ben yatım ana. Çağır gelsin bacım, hem kardeşim, sen bana layla de, ben yatım ana. Çağır gelsin bacım, hem kardeşim, sen bana layla de, ben yatım anam. Anam, sen bana layla de, ben yatım anam. Dünya seni kozattı, bak bir şey yandı. Sen atlı olmuşsan, bense piyada. Dünya seni kozattı, bak bir şey yandı. Sen atlı olmuşsan, bense piyada. Atam tiktirdiğin serin eyvan, sen bana layla de, ben yatım ana. Atam tiktirdi serin eyvanda, sen bana layla de, ben yatım ana. Ana, sen bana layla de, ben yatım ana. Anam, anam, sen bana layla de, ben yatım ana. Sen bana layla de, ben yatım ana. Düşmen tokmansa ağıl ne yolum, ey benim kanadım, ey benim kolum. Düşmen tokmansa ağıl ne yolum, ey benim kanadım,
mənim qolum Səhvimi eyrənmə balam Qurbanın olum Yaxşı adətinlə sən adət eyrən Yaxşı adətinlə sən adət eyrən Düşmən toxmaqsan ağın ey oğul Ey mənim qanadım ey mənim qolum Düşmən toxmaqsan ağın ey oğul Ey mənim qanadım ey mənim qolum Səhvimi eyrənmə balam qurbanın olum Yaxşı adətinlə sən adət eyrən Oğlum ey mənim qanadım ey mənim qolum Ey mənim qanadım ey mənim qolum Ey mənim qanadım ey mənim qolum Arslan Bey teşekkür edirik. Bu bizim neçənci efirimizdir. Heç bir efirimizdə bugüne kadar ata-ana mövzusuna toxunan olmamışdı. Arslan Bey siz buna toxundunuz. Teşekkür ederim. Allah dünyasını değişmiş valideynlərə rəhmət eləsin. Qalanlara can sağlığı versin. Ata-ana bizim baş tacımızdır. Ata-anaya hürmət Allah'a hürmətdir. Ata-anasını saymayan heç Allah'ın da saymaz. Mən zamanlarımızın hər birinə atalı, analı ömür və onların subayların hər birinə ata olmağı arzulayıram. Qız balalarımızı ana olmağı arzulayıram. Başımı qoyaydım dizin üstə. Söz deyə bilməzdim sözünün üstə. Nə desəm deyərdin gözümün üstə. Dərdimi, acımı ataydım ana. Sən layla deyəydin, yataydım ana. Otağa girəndə yerim boş qalıb. Hicran gəlib aramızda yer alıb. Səndən sonra atam yaman uzalıb. Dediğin sözləri qulaq asaydım. Sən layla deyəydin, mən də oyaydım. Yalandan, halamdan uzaq ol dedin. Halallıq ədalət yolu ilə gedin. Çalışın, hamıya hörmət edin. Dediğin sözlərə qulaq asaydım. Dinləyə dinləyə mən də oyaydım. İlqarın dərdləri dərindən dərin sənsiz qalıb bitirib hünərin. Xəyalan yad edir sənli günlərin. Bayatı deyəydin, duyğulanaydım. Dinləyə dinləyə mən də oyaydım. Dinləyə dinləyə mən də oyaydım. İlqar müəllim, bu şeiri siz özünüz yazmışsınız, müəllifi də sizsiniz. Möhtəşəm. Mən sizdən dəfələrlə eşitmişəm bu şeiri, sizin səsləndirmənizdə, indi də yenidən eşitdim. O qədər qəmli, o qədər gözəl notlara toxunmuşsunuz ki, yəni heç bir söz tapa bilmirəm ki, mən onu izah edeyim. Bir ananın yoxluğun ancaq qəmlə, fəryadla və onu yaşada dərk eləmək olar. Başqa cür heç bir mümkün deyil. Yenə adət-ənənələrimizə qaydaq. Siz özünüz də gözəl bir aparıcısınız və bayaq qeyd elədim. Demək olar ki, bizim düşdüyümüz toyların əksəriyyətində qız toylarında sizi dəvət edirlər. Deməli, sizə etibar edirlər, ümid edirlər və yəqin ki, ayağınız da sayalıdır. Olduğunuz toydan köçən qızlar hamısı xoşbəxt olur. Eşitirirsiniz. Bəli, İlqar müəllim, bayaq qeyd elədiyim kimi indi xınayaxtı mərasimləri daha yüksək səviyyədə qeyd olunur. İndi xınayaxtı mərasimləri daha təvabatlı şəkildə qeyd olunur. Və bizim bu xına mərasimində aparıcıların daha çox sevdirən o qızlara odur ki, o qızların xına ərazində istədiyi hər şeyi yerinə yetirmək. Hər bir qızın öz istəyi var ki, xınamda bu olsun, o olsun, bunlar olmasın. Bayaq qeyd elədiyiniz kimi Allah dünyadan köçən valideynlərə rəhmət eləsin. Elə qızlar var ki, anaları yoxdur həyatda
Deyirlər ki, mənim anam yoxdur, o xınada eləyin ki, kövrək olacaq, heç bir not olmasın. Ona görə də o qızların sevgisini qazanmaq çox çətindir. Biz istəyirik ki, onların hər şey ürəyincə olsun. Xınada istədikləri hər şeyi yerinə yetirməyə çalışırıq, hər şey ürəklərincə olsun deyirik və mən ona görə də deyirəm ki, mən daha çox sevilməyəmə səbəb o qızların istədiklərini yerinə yetirməyimdir. Yəni onlar nə deyirsə daha çox istəyirəm ki, onları uyğulayam, ona uyğun keçsin onların xınası. Dəvət edirəm bütün qızlarıma bir daha təşəkkür edirəm. Yəni xına haqqında nə qədər çox söz danışsam valla yetməz. Amma əsas onu demək istəyirəm ki, arzu edirəm ki, bütün qızlarım əli xınalı keçsin ata ocağından. Ata ocağından qaynata ocağına əli xınalı geçsinlər. O bizim qızların baş tacıdır. O bizim qızların qürurudur. O bizim qızların xoşbəxtliyi, namusu, qeyrətidir. Gözəl musiqilər seçilir xına mərasimlərində. Yəni xınamız həmişə olubdur. Sadəcə olaraq xınalar ailə daxilində qızların arasında keçirilir. Yəni mən hələ bir dəfə rast gəlməmişəm ki, lap götürülüb qaçan qıza da xına mərasimi edirlər. Amma yığcam şəkildə edilir. Bu günləri sizi kimi insanların sayəsində bəli, toylu, busatlı, deyimli, gülməli olur. Xına bayaq qeyd elədim. Orada musiqilər seçiləndə biraz müəyyən yanlışlıqlar var. Musiqilər bəzən yanlış seçilir. Elə musiqilər var ki, insanların beyninə düşür, amma onun yaranma tarixini bilmirlər. Elə deyirlər bu musiqi olsun. Məsələn, bütün qızların sevə-sevə sifariş elədiyi o bir mahnı var. Aşır-aşır yüksək təpələrə qız verməsin. Bax, orada o bir həyat hekayəsidir. Mən elə efirdə onu səsləndirim, elə qoy hamı da bilsin. Deməli, çox gözəl bir qız var imiş. Bu qız o qədər gözəlmiş ki, dünyanın hər yerindən buna elçilər gəlirmiş. Valideynləri razı olmurmuş, özü getmirmiş. Bir gün bir varlı, hallı, bəy nəslindən bir oğlan bu xanıma, bu qızı elçi gəlir. Biraz valideynləri, biraz özü bu qızı verirlər buna. Bir müddət bunlar xoşbəxt yaşayırlar. Məsələn, qız olur Lənkərandan, oğlan olur Qubadan. Bir belə məsafə olur. Bir müddət keçir, bu oğlanın gözü başqa qızlar görür, buna heç fikir vermir. Və valideynlərin də imkanı olmur ki, bunu gəlib yoxlasınlar. Qız həsrətdən, bir tərəfdən vətən həsrəti, bir tərəfdən valideyn həsrəti, bir tərəfdən özünün yaddan çıxması xəstəlik tapır. Bir gün görür ki, yolla bir adam keçir. Məsələn, soruşur, haralsız deyir, məsələn, Qarabağ bölgəsində. Deyir, oradan keçəndə mənim orada valideynlərim var. Onlara bu bayatını deyir. Deyir ki, yüksək təpələrdə qurmayın. Uzaq ellərə qız verməyin. Atamın bir atı olaydı, gəlin madə idi. Yəni, anamın qanadı olaydı ki, magələ idi. Bu adam gəlir, insaflı, vicdanlı adam olur da, qayıdır, gedir, bunları tapır, valideynlərin dərdi buna deyir. Bunlar dururlar, düşürlər, gedər qızlarının yanına. Gedirlər ki, qız ölüm yatağındadır. Qız bu bayatını, siz o dediniz bayatını çəkir. Anası da arxasızdan oxuyur və o qız dünyasını dəyişir. Yəni, bilinmədən elə mahnıları biz həyatımıza yüklüyürük ki, o bizə gələcəkdə xoşbəxtlik yox, bəlkə də bədbəxtlik gətirə bilər. Yəqin ki, İlqar müəllim, qızların çoxunun bu hekayədən xəbəri yoxdur. Biz çalışacağıq, iminli bu sobu Arzu müəllimdən xahiş eləyəcəyik, çəkək, daha çox paylaşaq, daha çox qızlarımız maariflənsin bu hekayədən. Bizim məlumatlar olsun. Maarifləndirici verir. Bəli. Və dəvət elədiyim sər qonağla onun sahəsində söhbət eləməyə xoş duyuram mən. Ona görə də istəyirəm ki, müxtəlif qonaqlarımız olsun. Elimizin adət, ənənələrindən, keçmişindən, bugündən, gələcəyindən danışaq. Onsuz da baxanların sayı az olacaq. Nəinki baxmayanlar. Əşi deyib, gən o mahnı sizdən istəyəcəkdir. Yenə verin o mahnı. Amma heç olmasa ən azından məlumatları olsun. Ən azından siz bilirsiniz ki, bir aparıcı kimi bu mahnı nə deməkdir.
Buyurun. Elə həmçinin mən də qızlarımız özləri də məlumatlansın ki, bu mahnının keçmişi nədir? Bu mahnı necə yaranıb? Bu mahnı nəyin üstündə qurulub? Necə səslənib? Qızlarımızın da məlumatı olsun. Mən mütləq şəkildə bu barədə qızların hər birinə məlumat verəcəm. Sizin qeyd elədiyiniz kimi, nə qədər istəsəm də ki, başqa mahnı səsləndirim. Tələbat o mahnıyadır. Bəli, maariflənmə lazım. Bəli. Gözəl şeirlər səsləndirirsiniz. Bəli. Bir şeir işlərsiniz. Deyirlər sən artıq çox dəyişmisən. Əvvəlki adamdan əsər də yoxdur. Deyirlər tanınmaz hala düşmüsən. Hardasan, necəsən, xəbərdə yoxdur. Deyirlər bir sənsən, bir də boş otaq. Təkliyə qapanıb fikirləşirsən. Kiminsə adını sayıqlayırsan, özündən çıxırsan, əsəbləşirsən. İlqar müəllim, istəyirəm siz də mənə qoşulasınız. Yox, mən istəyirəm ki, dəvət edədiyim adamlar çox danışsınlar. Mən məmnuniyyətlə sizinlə bir şeir deyərəm. Bu günləri biz çox efirlərdə olduq, amma siz də bizim efirimizdən az olursunuz. Biz sizi nə qədər çox eşitsək, həm bizim üçün, həm dinləyicəm də üçün maraqlı olar. Fazxan Məllundan gözəl bir musiqi. Yaranlık biz, bir günle seviştik biz, bir günle ayrıldık biz, bir günle. Yaranlık biz, bir günle seviştik biz, bir günle ayrıldık biz, bir gün. Neyim, canım neyim, gözüm neyim, neyim, ben neyim, canım neyim, gözüm neyim, neyim, ben neyim. Sus. Sen beni yatır hemişelik özesine ekip. Sen beni yatır hemişelik özgesine ekip. Neynim, canım neynim, gözüm neynim, neynim, ben neynim, neynim, canım neynim, gözüm neynim, neynim, ben neynim. Ha! Saçlarım arıcar elin kimi elin kimi. O rüzgarı ben tanırım, yürekliğin kohum kimi. Saçlarım arıcar elin kimi elin kimi. O rüzgarı ben tanırım, yürekliğin kohum kimi. Geden yalan dönen yalan, sağım yalan solum yalan. Bakıp gördüm dünya yalan, senin gibi senin gibi. Geden yalan dönen yalan, sağım yalan solum yalan. Bakıp gördüm dünya yalan, senin gibi senin gibi. Senin gibi senin gibi.
ayrımı kızdı biz. Safa düzdü bizim, ayrımı kızdı bizim. Safa düzdü bizi, kabarlattı sevgimizi. Çağır beni çağır gel, kabarlattı sevgimizi. Çağır beni çağır gel. Arayla pergattılar senemene şarap, eşkimizi yaşat. Fitne fasat ben ne bileyim, senemene şaraptılar eşkimizi açat. Çağır beni çağır gel. Arayla pergattılar senemene şarap, eşkimizi yaşat. Fitne fasat ben ne bileyim, senemene şaraptılar eşkimizi yaşat. Çağır beni çağır gel, hey, çağır beni çağır gel. Arzu TV'nin efirində Sevinçli Dəqiqələr proqramı. Bugünkü məkanımız Uzanlıda yerləşən Ayulduz Ailəvi İstirahət Mərkəzidir. Mərkəzin rəhbəri Nazım qardaşımıza təşəkkür edirik ki, bu gözəl şəraiti bizim üçün yarattı və əziz izləyicilər, buraya yaxın yaşayanlar, Sultanbut meşəsinin bu saat çox gözəl axşamın sərinliyi, kafenin Azərbaycan mətbəxinin təamları və gözəl personalla hər gün xidmətinizdədir və əziz izləyicilər, sizin aranızda da oxumaq istəyən, bizim verilişimizdə təbii ki, şeir demək istəyən, rəqs qrupları, şairlərimiz, bizim efirimiz hər kəsin üzünə açıqdır. Ekranda görünən telefon nömrəsinə zəng etməklə siz bizlərlə bir yerdə millətimizin qonaqları ola bilərsiniz. Ülviyə xanım, xına çox gözəl bir adətdir. Onu yaşadanlara eşq olsun. Yəni, çox şeyimizi əlimizdən alıblar, amma biz mücadilə edib müəyyən şeyləri saxlamışıq. Ondan da biri xına mərasimidir. Bu xına mərasimlərində atanın, ananın, bəyin, gəlinin, hərəsinin özünün yeri var da. Bax, o gəlinin evdən götürdüyü çörəyi bölməyə mənasını eşidir sizdən. Hə, İlqar müəllim, xınanın bir çox adəti var demək olar ki, onlardan biri də çörək kəsdi adətidir. Bizdə olan məlumatlara görə qızın başının üzərində qızın anası ilə bəyimizin anası çörək kəsir. Çörək kəsirlər, bu bir adətdir demək olar ki, bu bir deyimdir və biz də çalışırıq ki, bütün adətlərə uyğun hərəkət eləyək, xınamızı bütün adətlərə uyğun yerinə yetirək. Qızın başı üzərində çörək kəsilir ki, getdiyi və ayağı ruzili bərəkətli olsun deyilir, ayağı düşərli olsun deyilir. Yəni əsasən bu çörəyi də qızın anası ilə qaynana kəsir. Ruzi bərəkət rəmzi olaraq, həmçində çörəkdən əlavə düyü tökürlər. Çörəyi kəsəndən sonra da qızın başı üzərində düyü tökürlər ki, bolluq olsun, bolluq rəmzi olsun. Düyünü bir bolluq simvolu kimi göstərirlər daha çox. Çörəyi də qeyd elədiyim kimi ruzi bərəkət simvolu kimi, ruzi bərəkət adəti kimi qızın başının üzərində kəsirlər. Yəqin ki, şahid olmuşsunuz çörək kəsmədə. Yəni belə bir adət olaraq qalıb ki, çörək görək qaynana mı daha çox kəsir, bəyimizin anası, yoxsa qızın anası daha çox kəsir. Elə bir yarış da təşkil edirlər. Əslində onu qeyd edirəm ki, biz onu yerinə yetirsək də hər xınada bu düzgün bir addım deyil əslində. Çörək üzərində yarış eləmək düzgün bir addım deyil, amma təəssüflər olsun ki, bunu bizdən əvvəl kimlər eləyib və qızlar o videoları görüb deyirlər ki, yox, biz də eləyək. Mən əslində o adətə belə qarşıyam, o adəti heç yerinə yetirmək istəmirəm. Çox zaman da yerinə yetirmirəm. Sadəcə tələb edirlər ki, yox, çörək kəsdi olsun. Çörək kəsdi yarışı heç düzgün deyil adətən. Bəli, çörəklə yarışmaq olan. Təşəkkürlər. Bax, onu mən orasına qayıdacaqdım, sən amma dedin. Əslində çörək kəsdi adəti var bizim dədə-baba adətimizdə. Çörəyi analar kəsir, verir balalar. Bəli. Amma bir günlər biz o çörək kəstini qızın başında eləyəndə, sabahları ailədə söz-söhbət olanda deyirək, olmanası o vaxtda nə idi? Çörəyi məndən çox apardı. Bəli. İndi böyük bir kütlə o çörək kəsdi
adətinin həvəsindədir. Çörək kəsdi eləməyən kimi gələr ki, niyə çörək kəsdi eləmədiniz, görək kim daha çox kəsir. Yəni belə bir oyun deyim buna, belə bir adət mi deyim, belə bir kompozisiya mı deyim, nə deyim bilmirəm, amma mən onun qəti şəkildə ələynəyəm. Çörək kəsirik, normalda qaynana və ana onu gəlinə və bəyə təqdim edir, bir loxma kimi təqdim edir. Amma biz onu artıq daha qabarıq şəkildə təşkil edirik, yəni qızların istəyi ilə təşkil edirik, bunu qeyd edeyim ki, yəni çörək kəsin görək kim daha çox kəsəcək. Qız evindən çox kəsəndə bir səs-küy yaranır ki, hə, mənim anam daha çox kəsdi. Ya həmçində oğlan evindən daha çox kəsəndə böyük bir kütlənin səs-küy yaranır ki, ya biz daha çox kəsdik. Belə bir oyun yaranır təəssüf ki. Əslində qız anaları biraz çörək az kəsirlər ki. Bəli. Bu qızımın getdiyi yer şirin. Dəfələrlə mən onun şahid olmuşum. O adətləri biraz nə bilim qəbul eləmişik. Müəyyən şeylər aradan çıxdığı kimi bir gün yəqin onlar da aradan çıxar. Mən gözəl balalarımızdan, ansamblımızdan bir musiqi nömrəsi tamaşaçılarımızın yorulmaması üçün, məclisimizin maraqlı olması üçün gözəl bir musiqi ilə yenə məclisimizi davam edək. Qoşqar müəllim, təşəkkür edirəm. Siz bu mahnıya bilən klip də çəkmişsiniz. İnşallah düşərli, uğurlu olar və davamlı olar. Yeni klipləriniz, musiqiləriniz tamaşaçılarımızın zövqünə oxşayar. Hər birinizə təşəkkür edirəm. Uğurlarınız bol olsun. Həyat gəncliyindir. Gənclik inkişaf eləməlidir, davam eləməlidir. Yerində sayan adam bir də baxır ki, heç ara getməyib. Həyata davam eləmək lazımdır. Ətrafımızda bizi sevməyən insanların sayı sevdiklərimizdən çoxdur. Bizi sevənlərdən ilham alıb
bizə dəstək olanlara görə yaşamalıyıq. Onsuz da mənim bəs qədər yaşım var. Mən hələ görməmişəm ki, hardasa kiminsə bir uğurum, bir yaxşı cəhətim müzakirə eləsinlər. Hamı gözləyir ki, görüm, ha baxmanın bir səhv olacaq, mən bunu müzakirə eləyim. Özünüz üçün, həyatınız üçün və şəriətimizin, dövlətimizin verdiyi qanunların, ailəmizdən çıxan dəyərlərin qədrini bilə-bilə hərəkət eləyin, irəli gedin. Hər birinizə uğurlar arzu edirik. Ülviyə xanım, siz gözəl diksiya maliksiniz. Yəni, şeirin elə gözəl şeirlər var ki, el adam deyir ki, deyirsən görəm burada nə yazılır. Amma elə şeirlər də var ki, onu deyən elə çatdırır ki, o şeiri müəllifinə də sevdirir. Bayaq Ayazxan müəllim burada bizim gözəl sevgi şairimiz Nüsrət Kəsəməllinin adını çəkdi. Nüsrət Kəsəməlli doğrudan sevgi şairidir, başdan ayağa. Ben də istəyirəm elə Ayazxan müəllim üçün o gözəl yazarımızdan bir şeir deyim, mikrofonu verim sizə. Fikirli gəlirəm, dalğın gəlirəm. Qayğılı gözlərin çəkir şəklimi. Bəzən gez gəlirəm, yorğun gəlirəm. Bitirsən qapıda mənə şəkimi. Bəlkə min suçumu bilmirsən mənim. Birini üzümə vurmamısan heç. Eyhamla üzümə gülmüsən mənim. Bircə yol üzümə doğurmamısan heç. Sənsən dağlar təki səbirlə düzən. Bəlkə tərəddüdlə çox döyüşmüsən. İsti bir sevgidən şeir yazmışam. Soymuş çayıma sən dəyişmisən. Üzümdə kədərdən bir iz görəndə şirinim olmusan, acım olmusan. Qohumdan, tanışdan pisiz görəndə sən anam olmusan, lazım olmusan. Nə deyim, əlimdə çox yazıb özgədən qələm. Dizə yol gəlirəm qulağı səsdə. Yollar çarpaz, yollar qarışıq. Bizim pəncərədən süzülən ışıq gözündən yoruldu gözüm üstə. Dizi Doğdu zərurətdən mütləq təsadüf. Sən çıxdın qarşıma, bilmədim kimsən. Sevgini görəndən sonra anladım, sən mənim ən gözəl təsadüfümsən. Mən inanmırdım təsadüflərə. Səninlə dəyişdim bax birdən-birə. Götürdüm qələmi, yazdım hər yerə. Sən mənim ən gözəl təsadüfümsən. Bilmirəm hardan çıxdın qarşıma. Mənə əzablara düçar elədin, ağlımı şurumu alıb başından. Yenidən sevməyə məcbur elədin. İlahi, sil onu qəlbimdən, bəlkə birazca yaşaya bildim. Yenidən doğulub dünyaya gəlib, yenidən sevməyə başlaya bildim. Yox, gəl onu silmə qəlbimdən. Qəlbimdən silərsən, ölə bilərəm. Qoşulub köçəri quşlara, mən də vətəndən kənarda qala bilərəm. Bir xəbərsən o bəxtəvər halımdan. Aləm mənim, mən də səni sevirəm. Sən gülürsən, ağlayıram sevdiyim. Sən sevinci, mən də qəmi sevirəm. Sən səfər adamı, mən uzun yolam. Həsrətim bir çimdik, sevincdən bolam. Əgər ki ayrılıb gedəsi olsam, çəkə biləssənmi qəmi kədəri? Get biraz darıxım səndən ötəri. Çox sağ olun, Rəvan Zamanoğlu, gözəl bir musiqi ilə.
Eşk olsun her birinize. Revan, Sahip, Hacettin, Başkar müəllim. Hepinize teşekkür edirik. Hülya Hanım, çok sağ olun ki bizim davetimizi kabul edip geldiniz. Ayazhan Bey, hemşe güzel günlerde Allah Teala her birinize halallığıyla ruzu getirsin. Tabii ki biz hemşe isteyerik ki halkımızın hoş günlerinde biz onların yanında olaq. Halkımıza Allah Teala hemşe hoş günler kısmet eləsin. Güzel insanlar da onların sevincine bir sevinç katsın. Aziz izleyiciler, Aruz TV'nin efirinde Sevinçli Dəqiqələr programı Ayılduz Ailəvi İstirahat Mərkəzində Sultanbut meşəsinin qoynunda gözəl Ağdamımızın gözəl diyarında həzin bir akşamda yekunlaşmaq üzrədir. Mən gözəl aparıcımız kanalların yaraşığı olan Hülya Hanım'a teşekkür ederim. Ayazhan müəllim ve sizin komandaya teşekkür ederim. Arzu müəllim özü sağ olsun. Nicat operatörümüze can sağlığı arzuluyorum. İstəyərdim ki elə Ayazhan müəllim insanların zövqün oxşayan, özünüzün ürəyinizdən keçən musiqilərlə qonaqlarımızı feyziyab edin. Bizsə hələlik deyirik sizə, gələn görüşlərə dək. Bu mahnını sərmağın eləyirəm. Gecenin bir alemi yuxu getmir gözüme, bir nefer yoktu benim kulak alsan sözüme. Gecenin bir alemi yuxu getmir gözüme, bir nefer yoktu benim kulak alsan sözüme. Benim bu kasta canım ne yatar ne dinceler, geceler ay geceler. Benim bu kasta canım ne yatar ne dinceler, geceler ay geceler. Ay geceler ay geceler. Yaşayım, koyma beni senin için, gece gündüz anlayım. Koyma beni senin için, gece gündüz anlayım. Vefasızsan, sen vefasız, sen vefasız, sen vefasız. Vefasızsan, sen vefasız, sen vefasız, sen vefasız. Vefasız sen vefasız, sen vefasız, sen vefasız. Vefasız sen vefasız, sen vefasız, sen vefasız. Kayıtıma geriye vurmalar.
Kalma geriye durmalar ki. Yaşa zirvelerde, yaşa kar kimi. Çevrilip dumana, sene kayıp. Yaşa zirvelerde, yaşa kar kimi. Çevrilip dumana, sene kayıp. Kayıtma